İlham Əliyevin rəhbərliyi ilə 13-cü Qlobal Bakı forumu keçirilib. Qeydirmə bir beynəlxalq forumdur, konferansdır. Dövlət büdcəsindən hər il milyonlarla pul ayrılır, xariciləri gətirirlər və onları yeməklə, içməklə, otellə təmin edirlər, gedərkən də ciblərinə xərclik qoyurlar. Mən sizə sübutla göstərəcəm ki, dövlətin büdcəsindən nə qədər pul bu tədbirə ayrılıb. Bu tədbir uğursuzluqla həyata keçirildi. İlham Əliyevin tədbir zamanı çıxışının yalanını sizə göstərəcəm. Bir prezident, bir baş nazir gəlmədi Azərbaycana. Bu da Əliyevin və bu tədbirin uğursuzluğudur. Eyni zamanda tədbirə gələnlər telefonla oynayırlar. Bu səhvən çıxdı ekrana, az sonra bunun kimliyini deyəcəm, bu kimdir? Bu tədbirin baş katibi və sabiq diaspora sədrinin sevgilisidir. Nəyə görə ümumiyyətlə Nizami Gəncəvi adlı belə bir beynəlxalq mərkəz yaradıblar və başına da bu qədəni qoyublar. Gədə elə belə gedə deyil, İlham Əliyevlə də görüşəndir. Zamanında məhz diaspora rəhbəri onu İlham Əliyevin gözünə yaxşı soxa bilib. Çünki diaspora rəhbərinin qucağından ayrılmırdı. Rövşən Muradov. Elə bilirsiniz ki, Tural Sadıqlıda məlumatlar olmur. Sizin hansı yuvanın quşu olduğunu mən tapıb çıxarda bilməyəcəm. Nəyə görə belə bir tədbir keçirilir? Hikmət Hacıyevin, prezidentin köməkçisinin hazırda bu tədbir vasitəsilə yediyi pullar nə qədərdir? Sona qədər izləyin videonu. Xahiş edirəm, bəyənin, paylaşın ki, daha çox insan izləsin. Azad Söz kanalına abunə deyilsinizsə, abunə olun ki, sizdən gizlədilən gerçəklərdən vaxtında xəbərdar olasınız. Bunlar xalqı avam yerinə qoysalar da, mən və Azad Söz yenə bunları, yalanlarını, yaramazlıqlarını tapıb ifşa edəcəm. Dəyərli dostlar, deməli, İlham Əliyev 13-cü Qlobal Bakı Forumu adlı qeydirmə bir forumda gəlib iştirak edib. Gəlin birinci onun bir neçə dəqiqəlik çıxışına qulaq asaq. Çıxışında nə qədər yalan danışdığını və bu tədbirin uğursuzluqla keçdiyini özünüz görəcəksiniz. Məncə prezident utanıb qızarmalıydı. Çıxışı zamanında üzü biraz qızarmışdı. Amma onun köməkçisi Hikmət Hacıyev daha çox qızarmalıdır. Çünki Əliyevi bu tədbir vasitəsilə yaxşıca loxlaya bilir. Pullar alınır. Deməli, diqqət ekrana və mikrofona. Xanımlar və cənablar, sabahınız xeyir. Bütün qonaqlarımızı salamlayır və forumun bütün iştirakçılarına xoş gəlmisiniz deyirəm. İlk növbədə Nizami Gəncəvi Beynəlxalq Mərkəzinə, onun həm sədrləri xanım Viki Freibergaya və cənab Serageldinə, idarə heyətinin üzvlərinə, həmçinin mərkəzin bütün kollektivinə bu illər ərzində nümayiş etdirdikləri yüksək səviyyəli fəaliyyətə görə minnətdarlığımı bildirmək istərdim. Deməli, 13-cü ildir ki, artıq belə bir tədbir keçirilir. Bakı Qlobal Forumu, güya dünyadan xaricilər gətirilir, dövlət başçıları, baş nazirlər, nazirlər və s. belə planlaşdırılmışdı ki, güya İlham Əliyevin təbliğatı ilə məşğul olsunlar. Güya Azərbaycan da beynəlxalq foruma rəhbərlik edə bilərmiş və bu işi də vermişdilər Əliyevin özünün çıxışında dediyi kimi Nizami Gəncəvi mərkəzinə. Nizami Gəncəvi mərkəzinin də rəhbəri bax Rövşən Muradov adlı bu şəxsdir. Bu, yəni cinsi orientasiyası geydir. Söhbət onun gey olmağından getmir, bunu vurğulamaq istəmirəm. Amma nəyə görə buna bu işi tapşırdılar? Çünki zamanında
Azərbaycan diaspora rəhbəri olan Nazim İbrahimovun sevgilisi olub bax bu şəxs. Və görürsünüz nə qədər əxlaqsızdır bu hakimiyyət. Yəni Hikmət Hacıyev arvadı Aygün Hüseynovanı SOCAR-a gətirir, departament rəhbəri qoydurur. İlham Əliyev arvadını gətirir, vitse-prezident eləyir. O onu eləyir, bu beni eləyir. Zamanında Nazim İbrahimbəyov da diaspora rəhbəri olduğu zaman öz sevgilisi Rövşən Muradovu, qadın deyil də dediyim kimi, gətirir belə bir mərkəz yaratma. İlham Əliyevin beyninə soxur ki, belə bir mərkəz yarada bilərik və sizin təbliğatınızı apara bilər. Sonra Nazim İbrahimov gedir, bu adam yerində qalır, nüfuzu saxlanılır. Daha bilmirəm indi hazırda Nazimin yenə sevgilisidir, yoxsa başqa birinin qucağındadır. Amma onu bilirəm ki, fizikən, yəni fiziki baxımdan Nazim İbrahimovun qucağında olmasa da, amma halan və bu görüntü bizdə qənaət yaradır ki, prezidentin köməkçisi Hikmət Hacıyevin hazırda qucağındadır. Çünki bu Nizami Gəncəvi mərkəzinə nəzarət İlham Əliyev tərəfindən tapşırılıbdır Hikmət Hacıyevə. Və bu, baxın, diqqət ekrana, hər il 3 milyon yarım pul ayrılıb. Baxın, mən sizə sübutla göstərirəm. Dövlət büdcəsindən bu Nizami Gəncəvi mərkəzinə bu forumu da keçirmək üçün, xaricdən gələnlərin cibini doldurmaq üçün və həmçinin də ki, nə bilim, yeməyini, içməyini, otelini vermək üçün bu pul onlara ayrılır. Bəs xalqa bu puldan nə vaxt verəcəksiniz siz? Niyə bir kasıb-küsubu yığmırsınız başınıza? Onlara niyə iftar süfrəsi vermirsiniz? İlham Əliyev? İlham Əliyev Ramazan ayıdır, bir kasıbların iftar süfrəsini təşkil elə, özün də get, bir müsəlman dövlətin başçısı kimi ged iştirak elə də, heç ona 1500 manat, 3500 manat pul xərcləməyəcəksiniz. Amma 3 milyon yarım pul xərcləyirsiniz. Bir işə də yaramır, yaramadı və gələnlər də bu tədbirdə İlham Əliyev çıxışı zamanı telefonla oynayırlar. Hikmət Hacıyev, utanırsanmı sən? Əlqərəz, dəyərli dostlar, İlham Əliyevin hələ çıxışına deyil. Deyir ki, dövlət başçıları, baş nazirlər gəlir. Hanı? Bir dövlət başçısı, bir baş nazir gəlmədi. Hələ utanmaz da, nə bilim, İlham Əliyev başqa ölkələrə getdiyi forumları misal göstərir. Davos forumuna gedirsən, Münxen Təhlükəsizlik konferansına gedirsən, Şanxay Əməkdaşlıq konferansına gedirsən. Ora belə keçirilir, dövlət başçıları gəlmir, baş nazirlər gəlmir, heç bir dövlətdən nazir belə gəlməyib. Həmin ölkələrdə ən sayılmayan adamlar, vəzifələrdən vurulmuş, keçmiş nazirlər və s. gəlib iştirak edib. Əliyevin çıxışına davam edək. Bugün Nizami Gəncəvi Beynəlxalq Mərkəzi geniş spektrli məsələləri əhatə edən və çox yüksək beynəlxalq nüfuza malik aparıcı beynəlxalq qurumlardan biridir. Mərkəzin fəaliyyətini il ərzində diqqətlə izləyirəm. Bir qlobal forumdan digərinə keçərkən görürəm ki, fəaliyyət sahəsi getdikcə genişlənir. Təmaslar son dərəcədə fəaldır və dəyişən beynəlxalq vəziyyətə uyğun yeni yanaşmaların işlənib hazırlanmasına verilən töhfə həqiqətən böyük qiymətə layiqdir. Qlobal Bakı forumuna gəldikdə isə bu çox nüfuzlu beynəlxalq tədbirdir. Öz-özünü tərifləyir. Bəsdirin, utanın, nə nüfuzlu tədbirdir. Yaxşı, nüfuzlu tədbirdir. Niyə bir prezident ən geridə qalmış ölkənin prezidenti gəlmədi bura? Ən geridə qalmış ölkənin baş naziri gəlmədi. Deyərdim ki, qlobal miqyasda bu forum əsas beynəlxalq forumlarla eyni səviyyədədir. İştirakçıların, prezidentlərin, baş nazirlərin, parlament spikerlərinin, tanınmış ictimai xadimlər... Yalancını görürsünüz. Çıxartsınlar bir ASTV-si,
bir Real TV'si, bir Zibil TV'si desin ki, İlham Əliyevin bax bu dediyi bu konferansda bir ölkənin başçısı gəldi. Hə? 12 martdan başlayıb, bugün 13 martdır, sabahlarda 14 martdır. Görürsünüz nə qədər yaramazdılar? Yalan danışır İlham Əliyev. Konferansa baxın, mən indi ASTV-dən olduğu üçün heç bunları mən görüntülərini video şəkildə göstərmirəm. Girin baxın. Bir dövlət başçısı iştirak etdimi? Əliyev deyir baş nazir, Əliyev deyir parlament sədrləri. Bu xalqa bu qədər yalan danışmaq olmaz axı. Sən yalan danışacaqsan, biz də susacağıq, azad sözlə sakit duracaq. Mən sənin yaltaq Mirşahinlərin ASTV-lərinə, hə? Bütün bunları görüb də Hikmət Hacıyev hamısından daha nisbətdə çox utanmalıdır yalanlarına görə. Görün kimi gətirib qoyubları Nizami Gəncəvi mərkəzinin başına. Nazim İbrahimovun sevgilisini yaramazlar, əxlaqsızlar, şərəfdən kasıb adamlar.